Salam, bugün sizlərlə balıqların xarici quruluşu və skeleti haqqında danışacağıq. Balıqların xarici quruluşu bədən, baş, gövdə və quyruqdan təşkil olunmuşdur. Başda bir cüt göz, burun dəliyi, ağız və qəlsəmə qapağı yerləşir. Qəlsəmə qapağı balıqların qəlsəmə yarıqlarının sayından asılı olmadan hər tərəfdə bir ədəd qəlsəmə qapağı götürürük. Və balıqların bədənində yan xət orqanı uzanır. Balıqların sümüklü balıqların pulcuqları sümükdən təşkil olunmuşdur. Üzərində selik ifraz edən vəzlər var və bu vəzlər sayəsində bədən mikroorqanizmlərin təsirindən qorunur. Balıqların üzgəclərinə baxaq. Üzgəclər iki qrupa ayrılır. Tək üzgəclər və cüt üzgəclər. Bel üzgəci quyruq üzgəci və quyruqaltı üzgəci, yəni anal üzgəci tək üzgəclərdir. Döş və qarın üzgəcləri isə cüt üzgəclərdir. Lakin xanı balığında bir fərqlilik var ki, xanı balığının bel üzgəcləri 2 ədəddir. Qarın üzgəcləri, döş üzgəcləri 2 ədəddir. Lakin bel üzgəcləri niyə cüt üzgəc kimi götürülmür? Çünki burada görürsünüz ki, bel üzgəcləri bir-birindən fərqlidir. Biri böyük, biri balacadır. Cüt üzgəclər isə qarın üzgəci və döş üzgəci hər tərəfdə eyni boyda, eyni quruluşdadır. Balıqların skeletinə baxaq. Kəllə, gövdə və üzgəclərin skeletinə bölünür. Kəllə skeletində çənə sümükləri, qəlsəmə qapağı skeletini görə bilərik. Balıqların üzgəcləri isə 2 hissəyə bölünür. Qurşaq hissə və sərbəst hissə. Burada qeyd etmişəm. Deməli, döş üzgəcinin qurşaq hissəsinə çiyin, qarın üzgəcinin qurşaq hissəsinə isə çanaq sümükləri daxildir. Sərbəst hissəyə isə üzgəc şüaları daxildir. Şəkildə də bu aydın şəkildə görünür. Baxın. Deməli, çiyin qurşağı burada göstərir. Bunların fərqi nədir? Qurşaq skeletləri üzgəclərin şüalarını bədənə birləşdirir. Üzgəc şüaları isə bədəndən xaricdə olur. Balığın deməli üzməsinə kömək edir. Gövdə, baxaq, gövdə fəqərələrdən təşkil olunmuşdur. Fəqərələr gövdə fəqərələrini və quyruq fəqərələrinə bölünür. Gövdə fəqərələrini hər iki tərəfdən deməli qabırğalar birləşir. Quyruq fəqərələrini isə bu qabırğalar birləşmir. Ümumi gövdədə olan fəqərələrin minimum sayı 38, maksimum sayı isə 42 ədəddir. Bizə burada məsələn qabırğaların sayını versə, tutaq ki, əgər xanı balığında 30 ədəd qabırğa varsa, biz buradan gövdə fəqərələrin sayını tapa bilərik. 30 qabırğa varsa, deməli 15 gövdə fəqərəsi var. Çünki bir fəqərəyə 2 qabırğa düşür. 30 qabırğaya da 15 fəqərə düşəcək. Əgər minimumdan hesablayın desə, biz deyirik ki, 38 minimum, 42 maksimumdur. 38-dən 15-i çıxacaqsınız, eləyəcək 23. Deməli, quyruq fəqərələrinin sayı 23-ə bərabərdir. Və balıqların quyruq fəqərəsi və gövdə fəqərəsini burada aydın göstərilib. Deməli, burada fərq nədir? Uşaqlar, baxın, hər ikisində cisim var. Fəqərənin cismi var. Quyruq fəqərələrində üst çıxıntılar və alt çıxıntılar hər ikisi birləşib tək çıxıntı əmələ gətirmişdir. Və yuxarıda da bir gövs əmələ gətirir, aşağıda da bir gövs əmələ gətirir. Deməli, bir quyruq fəqərəsində 2 ədəd gövs var. Amma gövdə fəqərələrinə baxın. Yuxarı çıxıntılar birləşir, bir ədəd gövs əmələ gətirir. Amma aşağı çıxıntılar birləşmir və aşağı çıxıntıların hər birinə bir ədəd qabırğa birləşəcək. Ona görə də biz gövdə fəqərələrində gövs sayı desə, bir fəqərəyə bir gövs, lakin quyruq fəqərələrində bir fəqərəyə 2 gövs götürəcəyik. Məsələn, 10 quyruq fəqərəsində 20 ədəd gövs təsadüf olunur.